Salam, ümid edirəm ki, işləriniz qaydasındadır. Artıq Task2-nun 3-cü videosundayıq. Çox az video qaldı kənara. Yəni bununla bir yerdə bugünkü dərsimizdə advanced, disadvantaged hissələrini cover eləyəcəyik və eyni zamanda double questionları. Gələn dərsimizdə isə artıq sizlə bir yerdə biz discussion hissələrini müzakirə eləyəcəyik və Task2-nu bitirmiş olacaqsınız. Təbii ki, bonus videomuz olacaq. Grammar seksiyonu üzrə necə yuxarı bal əldə eləməliyik haqqında. Yəni belə düşünün, çoxu getdi, azı qaldı Task2-nun. Tez-tez bütün videolara baxın, bitirin məntiqi ilə düşünməkdənsə, hər videoya bir həftə viz ayırmağınızı və yaxud da 2 həftə viz ayırmağınızı tam dəqiq formada başa düşməyinizi önərirəm. Gəlin başlayaq. Bugün biz ümumiyyətlə sizdən nə demişdik? Demişdik ki, writing-də bizim 4 dənə kateqoriyamız var. Task response, coherence cohesion, lexical resource və grammar. Biz artıq task response-dan necə yuxarı bal alaq öyrənmişik. Coherence cohesion-da öyrənmişik. Bugün lexical resource-dan necə yuxarı bal alaq bunu öyrənəcəyik ki, bunun bir metodunu artıq bəhs eləmişəm. Collocation-lardan istifadə etməlisiniz. Hardan, necə tapaq deyirsinizsə, bunun haqqında da danışmışıq. Demişik ki, Drive faylının içərisində hər həftə bizim topic vocabulary'miz var. Bundan əlavə 8 dərslik biz sizə material göndəriləcək. Oradan tapa bilərsiniz həm listening, həm reading, həm writing, həm speaking üçün. Həm GPT-dən metodu öyrətdim. Onun sayəsində müəyyən edə bilərsiniz və bugün öyrənəcəyimiz texnikalar. Yəni bol-bol metod vermişəm sizə. Bunları istifadə edə bilərsiniz. Gəlin görək. Necə rəsmi olaq IELTS writing-ində? Bilirsiniz ki, writing-də rəsmi, speaking-də qeyri-rəsmi olmalıyıq biz. Bunun haqqında birinci haqqında artıq danışmışıq. İsimləşdirmə. Yadınızdadırsa, mən sizə səhv eləmirəmsə keçən dərs dedim ki, Week 2 dərsində olmalıdır səhv eləmirəmsə. Belə bir məlumat verildi ki, istifadə eləmək yerinə müəyyən feilləri uncountable noun formalarını istifadə edin, hətta qarşılarına adjective qoyun. Bunların hər bir haqqında detallı danışacağım üçün bir-bir giriş eləməyəcəm buna. Gəlin məsələn bu sentensdəki nounları müəyyən edək bir yerdə. Loss, habitat, extinction, species, reduction, biodiversity. Baxın, 2 forma verirəm sizə. Birinci forma belədir. Some species are becoming extinct because they are losing their habitat. This also reduces biodiversity in general. İkincidə, the loss of suitable habitat is causing the extinction of some species and a general reduction of biodiversity. Yəni, sizcə hansı daha rəsmidir? Yəni, əlbəttə ki, ikinci. Ona görə də feil işlətməkdənsə, bacardığımız qədər onların uncountable noun formasını işlədirik. Bu arada, mən sizə lexical resource haqqında verəcəklərimdən bir şey unutdum. Mən sizə ən çox istifadə olunan 50 collocation, əgər mən bu 50 collocation artıq öyrəndim, əlavə də oxumaq istəyirəm deyirsinizsə, extra collocations göndərəcəm. Bunları bacardığımızca öyrənmək və tətbiq eləmək bizim balımıza müsbət təsir eləyəcək. Yadımızda saxlayaq. Məsələn, gəlin buna baxaq. Normalda cümlə bu şəkillərdə deyilə bilər. If people need something, someone will invent it. People usually invent something when they need it. Things are invented only when they are needed. Biz bunun yerinə onun isim formasını göstərə bilərik, hansı ki daha akademik, daha formal və lexical resource'umuzdan daha yüksək bal aldıracaq bir faktordur. Necessity is the mother of invention, for example. Deməli, bu isimləşdirmə bizə niyə kömək edir? Çünki bizim ekspert kimi səslənməyimizə gətirib çıxarır. Akademikliyi verir bizə, formallıq verir bizə, obyektivliyi verir bizə. Daha aydın oluruq bunun nəticəsində. Additional information verə bilirik. Necəsini birazdan deyəcəm. Passive voice işlətməyə istifadə eləməyə icazə verir bizə. Bu çox önəmlidir. Gəlin baxaq məsələn. Bayaq qeyd elədim ki, additional information verməyə bizə kömək edir. Düzdürmü? Məsələn, gəlin birinciyə baxaq. The council converted the disused power station into an arts center. Verb phrase, that's good, not bad. Amma biz dedik ki, isim formasını işlətmək daha yaxşıdır. Bunun yerinə işlətsəz ki, the conversion of the disused power station into an arts center davamında additional information verə bilirsiniz. Provided a much needed economic boost to the area. Gördünüz, daha akademik səsləndik biz. Noun-u cümlənin başlanğıcında qoymaq bizə additional informasiya verməyə, cümləmizi daha uzun eləməyə və cümləmizi daha kompleks eləməyə gətirib çıxaracaq.
Və yaxud da gəlin buna baxaq. Weather conditions in the developing world often lead to poverty. Lead to, not bad, again it is good. But instead of this we can write are often the primary cause of something. Okay? İndi bu hissədə videonu dayandırıb sizin bu kvizi eləməyinizi, daha sonrasında da mənim cavablarıma uyğun müqayisə eləməyinizi istəyəcəm. Davam edək müqayisə hissəsi ilə. Məsələn, the government should decide on how long offenders remain in prison deyir. Biz burada deməli should decide on the length of time. Daha akademikdir gördüyünüz kimi. We cannot underestimate how powerful words are. Bu arada mənim ən çox gördüyüm səhvlərdən biri odur ki, tələbələr yazar how are powerful words. O sual cümləsidir. Biz burada nəqli cümlə qurmalıyıq. So, how powerful words are. Daha düzgündür. Amma daha yaxşı eləmək istəyiriksə, biz onu ismə çevirməliyik. Yəni, adjektivlərinizi də ismə çevirməlisiniz. Yalnız verblərinizi deyil. The power of words cannot be underestimated, for example. Neynədik? Passive voice istifadə elədik. Passive voice yəni özü də bir qədər formallıq verir bizim writingimizə. Çünki yadda saxlayın ki, writingdə we və you sözlərini işlətmək ümumiyyətlə rəsmi deyil və qeyri-rəsmidir və writingimizin belə deyək də o qədər də formal görünməməsinə gətirib çıxarır. Bunun yerinə mənim dediyim metoddan istifadə edə bilərik. Və yaxud da one of the main reasons why it is so successful is because it is so simple. One of the main reasons for its success is its simplicity. Çox da qəşəng, çox da akademik sizə önərirəm. Burada biraz daha nümunələr var. Məsələn, nə vaxt ki feilin isim formasını tapmırsınız, ing formasını istifadə eləyin. So, if we continue to burn fossil fuels, the continued burning of fossil fuels. Destroy, destruction. Teach, teaching. Improved, improvement. Communicate, communication. Or communicating. Yəni, burada da digər isimləşmə formalarını görə bilərsiniz. Bunu sizə bir sanki task kimi tapşırıram. Dayandırın və öz-öz eləməyə çalışın. Daha sonra bu versiyası ilə müqayisə edin. Daha sonrasında burada müəyyən qədər bizə adjektivlər verilib. Bayaq da dediyim kimi adjektivlərimizi də ismə çevirmək çox daha yaxşıdır. Plastic waste can result in a variety of problems for wildlife because it is toxic and yəni çevrədə açılmayandı, parçalanmayandı falan. Toksikə görürsüz isim formasına, digərində isim formasına normal formada çevirdik. Bəzən isə adjektivləri verbə çevirə bilərsiniz. Broad məsələn broaden, wide, widen bu şəkildə istifadə edə bilərik. Collocationlarla bağlı əsas problem odur ki, milyonlarla collocation var və sənin bir stratejiyaya ehtiyacın var ki, bunları düzgün istifadə edəsən. Dediyim kimi, mən sizə ən çox işlənən 50 collocationu göndərəcəm. Əlavə edədiyim materiallar, GPT falan filan, onlar öz yerində. Bəs collocationlar necə öyrənək? Birincisi, adjective əlavə eləməliyik. I made a silly mistake, foolish mistake və s. Odd mistake, occasional mistake deyə bilərsiniz. Siz oxuduqca öz sample essələrinizi, sample essələrin içərisindən read, listen and notes, yəni hiss eləyin və onları not olaraq alın və bayaq qeyd elədiyim o GPT metodu ilə istifadə elədiyiniz təqdirdə daha uğurlu olacaq. Nə onların qarşısına adjective əlavə eləyin, considerable amount, major factor, widespread belief, bu tipli 50 ifadəni sizdən bölüşəcəm. Verb isə adverb əlavə edin qarşısına. Increase yəni dramatically increase. Adversely affect. Adversely negatively deməkdir. People were considerably ya da adjective'in qabağına da adverb əlavə edin. People were considerably better. This topic is highly controversial. Publicly owned və s. şəklində. Noun collocationları, adjective noun collocationları. Və niyə öyrənirik biz bu collocationları desəz, həm speakingin, həm də writingin band 7 descriptorlarında görə bilərsiniz ki, some awareness of style and collocation. So, collocationlar çox önəmlidir. Keçək advantage, disadvantage hissələrinə. Advantage, disadvantage hissələrinə ayrı bir material üzərindən davam edəcəm ki, başa düşməyiniz nisbətən daha rahat olsun. Amma siz əlavə study üçün burada görə bilərsiniz advantage, disadvantage sözlərinin sinonimlərini ki, hər dəfə təkrar eləməyəsiniz. Bir sıra ideyalar, bir sıra sample hissələr və s. burada tapıla bilər. Eyni zamanda vocabulary də müəyyən edə bilərsiniz. Amma mənim hal-hazırdakı hədəfim sizə daha simple dillə başa salmaq olduğu üçün başqa bir materialım üzərindən onu izah eləmək istəyirəm sizə. So, gəlib başlayaq. Ümumiyyətlə, advantage, disadvantage hissələrini siz müxtəlif növlərdə görə bilərsiniz. Bunlardan biri sizdən
sadəcə soruşardı ki, what are the advantages and disadvantages? Yəni filan şeyin avantajları nələrdir, dezavantajları nələrdir şəklində soruşardı. Bir digəri sizdən advantage yoxsa disadvantage mordur və yaxud da ki, hansını outweigh eləyir şəklində soruşur. Birinci bunun haqqında məlumat əldə eləyək, çünki ən kompleks aralarında nisbətən budur. Mövzumuz budur. More and more parents are allowing their children to play on computers and tablets as they think that children should learn technology skills. Do the advantages of this development outweigh the disadvantages? İlk olaraq qərar verməlisiniz ki, hansını outweigh eləyir. Məsələn, mənim fikrimcə advantagelər disadvantageləri outweigh eləyir. Ona görə də mən 2 advantage və 1 disadvantage yazacağam SMS-ə başlamamışdan əvvəl. Advantage ilə bağlı qeyd edə bilərəm ki, it hones or it can hone or it is more likely to hone digital literacy of students. Tələbələrin digital savadlılıqlarını artırır ideyasını verə bilərik və yaxud da it prepares them for their future career path yaza bilərsiniz. Disadvantage-nə gəldikdə isə it can lead to some negative health consequences. Let me write it. Health consequences. İdeyalarım artıq hazırdır. Keçək quruluş üzərindən essemizi yazmağa. İlk olaraq uşaqlar, biz verilən sualı həmişəki kimi paraphrase eləməliyik. Sualımız nə idi? Valideynlər erkən yaşdan uşaqlara icazə verir kompüterlə məşğul olmağa. Bunu paraphrase eləyərək belə yazacağam ki, early exposure to tablets and computers has become widespread in today's world, for example. Daha sonrasında ikinci cümləmizə baxırıq. Həmişə bu tip esselərdə azdan çoxa gedirik. Yəni, mənim üçün az olan dezavantajdır, çox olan avantajdır. Ona görə dezavantajdan avantaja gedəcəm. While there may be some. Deməli, az olanın nə olduğunu qeyd elədik, az olanın dezavantajı olduğunu qeyd elədik. So, some disadvantages to spend time on these devices. Gördünüz? Computers and tablets these devices-dən əvəz elədim. Daha sonrasında yazıram ki, I believe that the positive sides or the advantages, you can say, of this, izləyirəm yəni bunu, tendency are more significant. That's it relating to my introduction. Ümid edirəm ki, introduction haqqında hər şey sizə aydındır. Bunu bitirdikdən sonra biz body 1-imizlə davam edirik. Body 1-imizdə nə yazırıq? On the one hand, nə dedik? Azdan çoxa gedirik. Deməli, body 1-də dezavantajlarla başlamalıyıq. This tendency artıq işlətmişəm, ona görə this trend might have a number of, bayaq xatırlayırsınızsa dezavantaj sözün sinonimlərini göstərmişdim slaytda. Drawbacks. The first point is that, bayaq ilk dezavantaj vermişdim, onu cümlə şəklində yazıram. Məsələn, it can lead to some adverse health consequences in the long term. Daha sonrasında, burada mən to be more specific yazmışam, amma hər cümləmizi linking word-dən başlamağa ehtiyac yoxdur. İdeamın izahına keçid eləyəcəm. İzah edərkən 3 sual verəcəm. Necə, niyə və nəticəsində nə olur? Necə bu nəticə sağlamlıq probleminə gətirir? Niyə və nəticəsində nə olur? Deyək ki, the blue lights released from screens, ekranlardan buraxılan mavi işıqlar can bring about eyesight problems in children. Məsələn, hansı ki resulting in
poor performance in their education life. Bunu bitirdikdən sonra keçirəm however cümləsi. Əsas diqqətimizi burada fokuslamamızı istəyirəm. However, there is no guarantee that pointimin 100% doğru olmadığını, bəzi hallarda istisna olduğunu deyəcəm. This problem can always be observed as, since, because sinonimdirlər. As striking a balance can alleviate this. Qarantiya yoxdur ki, bu problem həmişə müşahidə olunacaq, çünki balans saxlamaq bunu aradan qaldıra bilər. Gördüyünüz kimi pointimin həmişə düz olmadığını qeyd elədim ki, digər hissəmdə advantagelərdən daha uzun bir şəkildə danışa bilim. Bundan sonrası isə çox asandır uşaqlar. Yazırıq ki, ikinci bodydə dedik ki, advantagelərdən danışırıq, düzdürmü? Yazırıq ki, in my opinion, the positive sides, çünki pozitivlər çoxdur da, of this trend clearly outweigh the negative ones. Daha sonrasında one of the major benefits is that ilk benefitimi verəcəm. Sonra to be more precise ilə başlamamıza ehtiyac yoxdur. Sadəcə o məna verir ki, izah eləyin. Additional ikincisini verəcəm və onu da izah eləyəcəm. Bu da oldu mənim body kimi. Son olaraq conclusion'a gəldikdə, in conclusion, even though birinci bodymdə olan ideyanı paraphrase eləyirəm burada ki, görmə problemlərinə gətirib çıxara bilər. Sonra yazıram ki, this drawback is clearly overshadowed by two major benefits. İlk benefitimi söz birləşməsi şəklində özət keçirəm və ikinci benefitimi söz birləşməsi şəklində özət keçirəm. Bu qədər bəsit. Bunun sayəsində siz bu iki hissələri artıq rahatlıqla yaza bilərsiniz. Bundan əlavə olaraq, ümid edirəm bu hər şey aydındır bundan bağlı, hər hansı bir sualınız yoxdur. Növbəti hissəmizdə mən sizlərlə müzakirə eləyəcəm. Necə yazmalıyıq? Biz sadəcə what are the advantages and disadvantages deyən hissələri. Gəlin onlara baxaq. Bu hissələrdə bizdən hansını outweigh elədiyi soruşulmuşdursa, növbəti tip hissələrdə bizdən sadəcə avantajları və dezavantajları soruşurlar. Suala baxın. What are the advantages and disadvantages of renting home? Tamamilə buradakı template-i izləyə bilərsiniz. İlk olaraq verilən cümləni paraphrase edirsiniz. Daha sonra yazırsınız ki, while this approach has benefits such as something and something, yəni benefitlərini söz birləşməsi şəklində özət keçirsiniz. There are also potential drawbacks that need to be considered. Bunu bitirdikdən sonra the main advantage of something is that ilk avantajını göstərirsiniz. İzah eləyirsiniz. Furthermore, ikinci avantajını göstərib, izah eləyib və bir dənə də sonluq cümləsi yazıb. On the other hand, there are several drawbacks of something. Chief among this is the fact that ilk disadvantage'ını verdi, izah elədi, ikinci disadvantage'ını verdi, izah elədi. Bu tip hissələrdə 2-nin 2-yə və yaxud da 1-in 1-ə irəliləyin. Çünki sizdən hansının çox olduğunu soruşmur. Sizdən sadəcə avantajların və dezavantajların nə olduğunu soruşur gördüyünüz kimi. Son olaraqsa to conclude, some will find mövzunun nədir sonuna yazacaqsınız. To be a pleasant experience since nəyə görə? Yəni avantajlarını qısa özət keçəcəksiniz bundan sonra, since-dən sonraki hissədə. While others might see it as a waste of money yaza bilərsiniz, a waste of time, like disadvantage-ni qeyd edirsiniz burada. Sonra thus, burada isə öz fikrinizi verirsiniz. Məsələn, burada yazıb ki, ev kirayə eləmək önəmli qərardır. Ya da deyirsiniz, təhsil davam etmək önəmli qərardır. Limit saxlamaq önəmlidir. Və sair şəklində öz fikrinizi qeyd edirsiniz. Bunların hamısı ümumiyyətlə bir Word faylımı, dəftərimi açıb qeyd eləməyinizi məsləhət görərəm. Not almağınızı önərərəm sizə. Çünki bütün quruluşları bir yerdə sahib olmaq sizin üçün daha yaxşı başa düşülərliyə gətirib çıxaracaq və daha müsbət təsir eləyəcək ümumi skorunuza. Son olaraq isə bayaq da qeyd elədiyim kimi sizlə double question hissələrə baxacağıq və bugünkü dərsimizi sonlandıracağıq.
Double question esselərdə bizə 2 sual bir yerdə verilir və onu yazmağımız tələb olunur. Bununla bağlı bir nümunəni də açacağam və bu şəkildə sizlə bir yerdə davam edə bilərik. Məsələn, gəlin baxaq. Double question esselərdə siz 2 sual görə bilərsiniz ki, bunlardan biri why might this be the case? İkincisi isə do you think this is a positive or negative development suallarıdır. Gördüyünüz kimi biz burada sizlə həm səbəbi, həm də situasiyanın pozitiv yoxsa negativ bir situasiya olduğunu qeyd edirik. Bu nəyə oxşuyur? Nəyə görə bu dərsi indi izah eləyirəm sizə? Çünki fikir versəz why might this be the case bizim cause solution essələrimizin bir hissəsidir. Və do you think this is a positive or negative situation bizim advantage disadvantage essələrimizin bir hissəsidir. Ona görə də bu esse ikisinin miksi şəklində yazılacaq sizlə. Gəlin görək necə eləyəcəyik. Birinci olaraq yenə verilən cümlənin paraphrasing ilə başlayacaqsınız. Daha sonrasında yaza bilərsiniz ki, this essay will analyze the most obvious explanation for this tendency and explain, yəni buradakının eynisini yazıram. Sizə daha rahat olsun deyə. Why I believe it is a destructive way of living. Bu oldu sizin introduction'ınız. Daha sonra introduction'ı bitirdikdən sonra keçid edirik body 1-imizə. Body 1-imizi yazarkən yadınızdadır cause solution esselərinin birinci bodylərini necə yazırdıq? Məsələn, mən nümunə birini yazacağam, siz dəyişə bilərsiniz. One significant reason behind this issue is that ilk səbəbinizi yazın. Sonra o səbəbinizi izah eləyin. Sonra o səbəbinizə nümunə verin. Və son olaraq da link cümləniz olsun. Yəni example və point-i əlaqələndir. Bu şəkildə yaza bilərsiniz. İkinci bodyimizə gəldikdə isə bayaq keçdik sizlə xatırlayırsınız. Advantage disadvantage essənin ikinci bodysini yazıram. The negative sides of this trend clearly outweigh positive ones. Sonra yazıram ki one of the major drawbacks is that ilk drawback-mi yazıram, izah eləyirəm. İkincini yazıram və izah eləyirəm. Bu da oldu mənim body 2-im. Və son olaraq qaldı bizim conclusionumuz. Conclusionda nə edirik? Yazırıq in conclusion. Yaza bilərik ki, many. Yəni burada ümumiyyətlə mövzunu paraphrase eləyin. İnsanlar bunu eləyir, onu eləyir. Because of. Burada isə səbəbi yazırsınız. Nəyə görə eləyirlər? Sonra this condition, in my opinion, is problematic since. Burada isə onun dezavantajlarını qısa bir şəkildə özət keçirsiniz. Bu da double question esselərinin özəti. Yəni kompleks deyil. Siz əgər keçən dərski cause solution oxuduzsa və bu dərski outweigh oxuduzsa, ikisini birləşdirib bu esseni yazmaq çox sadədir. Yəni, önərim buradan istifadə edərək dəftərinizdə və s. qeydlərinizi apararaq tətbiq eləməkdir. Nə edəcəksiniz siz? Yazmalısınız. Advantage disadvantage esselər göndəriləcək sizə onlardan və double question esseləri göndəriləcək. Hər iki esse tipindən yazmalısınız və submit eləməlisiniz ki, mən yoxlayım. Bundan əlavə olaraq isə bizim Drive faylımızdan, hansını ki az öncə də sizə önərdim, bu mövzu haqqında çoxlu, bolca məlumat əlavə etmişəm və ondan faydalana bilərsiniz. Bugün cover elədiyimiz prezentasiya, sample esse, topic vocabulary, sample esse, collocation 50 dənəsi, hansı ki çox önəmlidir bilmək və extra collocation materialı, hansındakı siz ekstralarını da müəyyən edə bilərsiniz. Bunların hamısından faydalanaraq artıq bu esselər haqqında xüsusi bir sualınız qalmayacaq sizin. Müəyyən bir ideyavız yoxdursa, GPT-dən də dediyim kimi faydalana bilərsiniz ideya və vocabulary əldə eləmək üçün, amma
bayaq da qeyd elədiyim kimi xahiş edirəm ki, götürüb köçürməyin. Köçürmək sizə fayda verməyəcək və esse zamanı, imtahan zamanı problemlərlə qarşılaşacaqsınız. Bugünkü dərsimiz bu qədər. Task2-da bizim son bir videomuz qaldı. Artıq bitirmək üzrəsiz. Ümid edirəm ki, bu hissəyə qədər izləmisiniz bunu. Uğurlar, tasklarınızı və suallarınızı sizdən gözləyəcəm. Hələlik özünüzə yaxşı baxın. Free audio post-production by alphonic.com.